Salam müəllimlər, bu gün biz sizinlə 7-ci sinif dərsliyindən 4-cü mövzu şagird partalarının və məişət masalarının təmiri mövzusunun izahına nəzər salırıq. Mebellərin təmiri zamanı müəllimlər bir neçə tələb var ki, bu tələblər nəzərə alınmalıdır. Bunlar hansılardır? Mebelin ölçüsü, quruluşu və örtüyünə qoyulan tələblər. Yəni təmir edən zaman, təmir işlərini yerinə yetirən zaman bu tələblər nəzərə alınaraq təmir işləri yerinə yetirilməlidir. Xüsusən də müəllimlər şagird partalarının təmiri zamanı da bu tələblərə diqqət etmək lazımdır. Şagird partasını necə təmir etmək olar? İlk öncə şagird partalarının ən çox rast gəlinən qüsurlarına baxaq. Ən çox rast gəlinən şagird partasındakı qüsurlar üst qapaqların kənarlarının və işlək səthin zədələnmələri, bu kənar səthin, işlək səthin zədələnmələri, qapaqların gövdədən ayrılması, çarta qoyulan yerlərin əyilib şəklini dəyişməsidir. Qopan qapaqları bərkidən zaman diqqət yetirmək lazımdır ki, əvvəlki yerləri ilə üst-üstə düşsün. Yəni, əvvəl olduğu kimi yerləşdirmək lazımdır. Bərkidici furniturların tıxaclardır, şuruplardır, altındakı dağılmış yerlər taxmalarla və yapışqanlı tıxaclarla bağlanmalıdır, tutulmalıdır. Biz bunu 5-ci sinifdə sadə təmir işlərində öyrənmişdik. Qapağı taxta gövdəyə əlavə olaraq üstdən tam keçməklə 5-in 50-yə ölçüdə olan 2-4 şurupla bərkitmək daha etibarlıdır. Şurupları ilə vurğulamaq lazımdır ki, onlar qapağın səthindən 1-2 milli dərinə işləsin. Həmin boşluqları da biz xüsusi materialla doldurmalıyıq. Daha sonra biz keçirik növbəti mərhələyə, lak örtüyünün çəkilməsi mərhələsi. Lak örtüyünü çəkməzdən əvvəl biz şagird partasının səthini tozdan, çirkdən təmizləyirik. Daha sonra qüsurlu yerlərdə olan köhnə lakı və ya emal olunan örtüyü sürtüb təmizləyirik. Daha sonra biz lak örtüyünü çəkirik. Yeni lak örtüyünü çəkirik. Nitrolakların əvəzinə fırça ilə asan sürtülən və lakin quruma müddəti çox olan parket lakından istifadə etmək mümkündür. Nitrolak selüloza, nitrat əsasında hazırlanmış benzin və yağlara davamlı lakdır. Təmir edilmiş şagird partalarında əzilmədi, cızılma və digər zədələmələr olmasın deyə diqqət yetirmək lazımdır ki, təmir edilən hissələrdə itik künclər, tillər, irəli çıxan şuruplar olmasın. İndi isə müəllimlər məişət interyerinin əsas elementi olan masanın təmirinə baxaq. Dedik ki, məişət interyerinin əsas elementlərindən biri masadır. Məişət masalarının əsas narahatlığı ayaqların yuxarı hissəsindəki birləşmələrində baş verir. Böyük təzyiq altında olduğuna görə onlar zəifləyir, hətta qopub düşə bilir. Məişət masalarında bir çox nasazlıqları təmir vasitəsilə asanlıqla aradan qaldırmaq mümkündür. Məişətdə istifadə etmək üçün nəzərdə tutulmuş masaların əksəriyyətində ayaqların üst hissələrinə kip bərk edilmiş, nazik üfüqi bağlamalardan ibarət təməl çərçivə üzərində, baxın, təməl çərçivəyə yeydirilmiş üst taxtası var, üst taxtadan ibarətdir. Bu çərçivədir, bu da çərçivəyə bərkidilmiş üst taxtası. Bəzi hallarda çərçivə üst hissəyə ilə birləşdirilir. Ayaqlar isə çərçivəyə botlar vasitəsilə, baxın, bu hissədə botlarla bağlanır. Sadə quruluşlu masalarda isə müəllimlər, sadə quruluşlu masalarda ayaqlar birbaşa üst taxtaya bitişik şəkildə olur. Bu üsul o qədər də etibarlı hesab edilmir. Bu üsullar hansılardır bəs? Tərkibi məlum olmayan yapışqanla bərkitmədir, daha sonra sına biləcək zivana və çivlərlə bərkitmədir, tədricən boşalıb laxlayan lövhəciklərlə, şurub və ya botlarla olan birləşmələrdir ki, onlar da tez bir zamanda asanlıqla öz qüvvəsini itirir. Yəni, bir müddət keçdikdən sonra, bir zamandan sonra onlar öz qüvvəsini itirirlər. Laxlayan yapışqanlı bərkitmələri yenidən yapışdırmaqla biz onu asanlıqla bərpa edə bilirik. Lakin masaların tərkib hissələrinin daha ciddi aralamalarını bərpa etmək üçün birləşmələrin sınan hissələrini yenisi ilə əvəz etmək
yenisi ilə əvəz etməklə biz onu təmir edə bilirik. Təmirin keyfiyyətli olması üçün birləşmələri metal künclüklər ilə bərkidərək də biz onu təmir edərək bu nasazlığı aradan qaldıra bilirik. Baxın, vintli bərkitmə düzbucaq altında olan künclüklər. Hərəkətli hissələri olan masalarda, açılıb yığılan masalarda təmir üçün isə başqa tədbir görmək lazımdır. Açılıb yığılan masanın zədələnmiş mexanizmini, onun çəkilən hissələrini təmizləməklə və yağlamaqla düzəltmək olar. Yəni açılıb bağlı yığılan masalarda onların mexanizmini biz təmizləməklə və yaxud da yağlamaqla düzəltə bilirik. Sınıb sıradan çıxmış mexanizmləri isə mütləq yeniləri ilə əvəz etməliyik. Masanın üst taxtasının ayrılmasına baxırıq. Zədələnmiş birləşməni təmir etmək üçün masanı elə yerə qoyuruq ki, üstü cızılmasın. Yəni bir neçə qat bükülmüş parça üzərinə yaxud da ki, xalça üzərində masanın üst taxtasını qoyuruq. Sonra masanın üst taxtası çıxarılır. Əgər o sıxıcı metal lövhəciklərlə bərkidilibsə, şurup və lövhəciklər sökülür. Masanın üst taxtası ayrılır. Əgər yox, o şurup və botlarla çərçivəyə və ya künc tirlərlə bərkidilibsə, o zaman da bu bərkitmələr kənarlaşdırılmalıdır. Açılıb yığılan masanın zədələnmiş mexanizmini, onun çəkilən hissələrini təmizləməklə və yağlamaqla düzəltmək olar. Bir az əvvəldə bunu qeyd etmişdik. Sınıb sıradan çıxmış mexanizmlər mütləq yenisi ilə əvəz olunmalıdır. Masanın hər bir hissəsində sonradan onun yığılması üçün nişanlanma aparılmalıdır. Yəni biz masanı sökən zaman onun üzərində daha sonra onu yığmaq üçün nişanlanma işlərini aparmalıyıq ki, hissələrini düzgün ardıcıllıqla yerləşdirə bilək. Hissələri birləşdirən yapışqan bərkitmələr sökülür. Zərbə vurulduqca hissəni zədələmədən qorunmaq üçün taxta qoruyucudan istifadə edilir. Daha sonra bu zaman hissə biraz qaldırılır. Yəni zərbə vuran zaman biz burada şəkildə qeyd olunur bərkidilmələrin boşaldılması üçün taxta çəkicinin tətbiqi. Zərbə vuran zaman biz masanın üstü zədələnməsin deyə taxta tirciklərdən də, tamasadan da istifadə edərək masanın üstünü zədələnmədən qorunmaq üçün bu cür üsuldan da tətbiq etməklə onun hissələrini çəkiclə zərbələr vuraraq bir-birindən aralamasını təmin edə bilərik. Çərçivə ayaq birləşməsinin nəzər salaq. Çərçivə ayaq birləşmələri hansılardır? Müəllimlər, 3 növ çərçivə ayaq birləşməsi mövcuddur. Ən nümunəvi birləşməsi zivana yuva birləşməsidir. Birləşmədə çərçivədəki zivana ayaqdakı yuvaya yapışdırılır. Çərçivədəki zivana ayaqdakı yuvaya yapışdırılır. Belə birləşmə zamanı mümkün olan zədələnmələr yuvanın parçalanması, bu hissənin parçalanması və ya zivanın hissələrə zivananın dağılması, hissələrə ayrılmasıdır. İkinci arakəsmə birləşmədir. Baxın müəllimlər, arakəsmə birləşmədir. Burada qeyd olunub. Burada iki elementin hər birindəki uyğun deşiklərə yapışdırılan çivlər, baxın, burada çivlərdir, burada da deşikləri. Çivlər birləşməni gücləndirir. Əgər çivlər sınarsa, onları burğulamaq və dəyişmək lazımdır. Əgər bu çivlər sınıbsa, onları burğulamaq və dəyişmək lazımdır. Çivli və ya çivsiz arakəsmə birləşmələr bəzən künclü lövhəciklərlə daha möhkəmləndirilir. Yəni çivli birləşmələrdə biz arakəsmə birləşməsində burada künclüklərdən də istifadə edərək onlara möhkəmlik verə bilərik. Daha sonra gəlir, əgər ayaq çəpləşdirilməsi vəziyyətdə bərkidilərsə, çəpləşdirilmiş daha doğrusu vəziyyətdə bərkidilərsə, çərçivə yapışqanla örtülür, hər ayağın çöl tərəfindən şuruplarla birləşdirilir. Baxın, burada şuruplar birləşdirməyə aiddir. Şurupların başlıqları çərçivənin səthindən aşağıda əks tərəfə burğulanmış və plastik tıxaclarla doldurulmuş deşiklərə qoyulur. Əgər şuruplar ayaqdan düşürsə, tıxaclar çərçivədən dartılıb və burğulanıb çıxarılır.
Şuruplar kənarlaşdırılır, birləşmə yenidən yapışdırılır. Bərkitmək üçün eyni uzunluqda, lakin bir qədər böyük diametri yeni şuruplardan istifadə edilir. Bu zaman şurup başlıqları üçün əks istiqamətdə burğulanmış deşiklərin baş hissəsini böyütmək lazım gələ bilər. Amma bir şərtlə ki, şurupların yivlərinə uyğun aşağı hissələr təkrarən burğulanmasın. Əgər şuruplarda hər hansı bir nasazlıq yaranarsa, biz bilirik ki, sadə təmir işlərində də biraz öncə qeyd etdim ki, biz öyrənmişdik ki, əgər furniturlarda bərkidilən şurupların boşalması varsa, biz onu daha böyük şuruplarla əvəz edərək onu təmir edə bilərik. Eyni ilə də burada da masaların ayaqlarının birləşməsində də bu üsuldan istifadə edərək onları yenisi ilə əvəz edib təmir edə bilərik. Masanın ayağının yuxarı hissəsindəki çatın təmiri texnologiyasına nəzər salırıq. Bu işi yerinə yetirmək üçün bizə yapışqan və sıxac lazımdır. Çatın bağlanması üçün gil şəkilli sıxaclar, yəni məngənələr eyni təzyiqin saxlanması məqsədi ilə yapışdırılmış çərçivə ayaq birləşmələrində isə dövrürləmə sıxacları lazım olacaq. Bu da dövrürləmə sıxacı. Sıxacları bağladıqda onların ağızlarının altına yumşaq oduncaq qoyulur. Baxın, sıxaclarla biz hissələri bərkidən zaman aralarına yumşaq oduncaq hissələri qoyuruq ki, sıxılan hissənin səthi zədələmələrdən qorusun. Yəni, masanın səthini zədələmədən qorumaq üçün biz həmin hissələrə yumşaq oduncaq hissələri qoyuruq. Əgər çat ayağın baş hissəsində yuvanın ətrafına əmələ gəlibsə, onda çata və eləcə də yuva ilə zivana arasındakı nazik deşiyə yapışqan çəkirik. Birləşməni iki sıxacı arasında sıxırıq həmin birləşməni. Daha sonra əvvəlcə çatı bağlamaq üçün ayağın baş hissəsinə gil şəkilli məngələni quraşdırırıq. Sonra zivananı yuvada saxlamaq üçün bir ayağın xarici tərəfinə, digər ayağın xarici tərəfinə doğru dövrələmə sıxacını uzadaraq quraşdırırıq. Baxın, bu vəziyyətdə. Gil şəkilli məngənədən istifadə edib biz ayağın baş hissəsinə çatı bağlamaq üçün baş hissəsində gil şəkilli məngənəni quraşdırırıq. Daha sonra zivananı yuvada saxlamaq üçün, zivananı burada olan yuvalarda saxlamaq üçün bir ayağın xarici tərəfinə, digər ayağın xarici tərəfinə doğru dövrələmə sıxacı uzadaraq quraşdırırıq, bərkidirik. Yapışqan 24 saat ərzində quruduqdan sonra sıxacları çıxarırıq. Küncün bərkidilməsi texnologiyasına indi isə nəzər salırıq. Baxın, burada qeyd olunur. Metal künc lövhəciyi masanın ayağına yerləşdirilir. Daha sonra çərçivəyə əks olan hissədə saxlanıb hər tərəfinə bir şurup yeridilir. Daha sonra ayaqda lövhəciyin mərkəzindəki deşikdən istiqamətlənən deşik burğulanır. Baxın, ayaqda lövhəciyin mərkəzindəki deşikdən bu istiqamətdə deşik burğulanır. Lövhəciyi saxlayan şuruplar və lövhəciyin özü çıxardılır. Yastağız kəlbətinlə boltun mərkəzindən tutulur və ucundan yivin bütünlüklə ayağa daxil olması şərti ilə burularaq bərkidilir. Burada həmin künc bərkidilmə texnologiyasının təsviri verilib. Daha sonra yastağız kəlbətinlə boltun mərkəzindən tutulur və ucundan yivin bütünlüklə ayağa daxil olması şərti ilə burularaq bərkidilir. Bütün şuruplar qoyulan lövhəci çərçivəyə bərkidilmək üçün yerinə qaytarılır. Bütün şurupları biz yerinə qoyuruq. Şurupu boltla köməkçi şaybə və qanadlı qayka yerləşdirib sıxırlar. Şayba qoyuruq. Daha sonra qulaqlı qayka ilə yerləşdirib sıxılır. Mebelin sadə və əsaslı təmiri onun istismar müddətini artırır. Yəni, mebelin bizim bu formada sadə və əsaslı təmir edən zaman onun istismar dövrünü artırmış oluruq, müddətini artırmış oluruq.
İndi müəllimlər təhlükəsizlik qaydalarına nəzər salaq. Biz bu işləri yerinə yetirən zaman hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Sıxacdakı vintin sonundakı dəstəyin sərbəst fırlanmasına əmin olmaq lazımdır. Materialın səthinin korlanmaması üçün vintli sıxacın altına oduncaq qoyulmalıdır. İşi qurtardıqdan sonra sıxaclar çıxarılmalıdır. Hərəkət edən bütün hissələri təmiz və yüngül yağlanmış vəziyyətdə saxlamaq lazımdır. Yəni hərəkət edən mexanizmləri, bütün hissələri yüngül yağlamaq lazımdır ki, onların iş prinsipi uzun müddətli olsun. Bu oldu müəllimlər bizim məişət masalarının təmiri texnologiyaları.